Bu balaca qız da həm ailəsini, həm yaxınlarını, onu sevənləri də çox sevindirib, güldürüb. Nəyə görə? Biləsuvar rayonunda təhsil alır bu balaca balamız və həmin bu məktəbli qız qısa müddətdə qazandığı uğurlarla bütövlükdə ölkənin diqqət mərkəzinə çevrilib. Son 3 ay ərzində 9 medal qazanan qəhrəmanımız beynəlxalq və yerli olimpiyadalarda parlaq nəticələr əldə edib. Daha ətraflı gəlin süjetdən məlumat alaq. Cəmi 10 yaşı var bu balaca məktəblinin. Yaşından böyük uğurları isə bugün onu həmyaşıdlarından daha çox fərqləndirir. Söhbət Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Ümmü Gülsüm Ruhullayevadan gedir. Səhhəti ilə əlaqədar ev təhsili alsa da, balaca istedadın oxuyub öyrənmək həvəsi, dəqiq elmlərə sonsuz marağı onda hələ 3-4 yaşlarından özünü göstərib. Bacaqdan anam mənə riyaziyyat kitablarından alırdı. Mən də riyaziyyat kitablarını işlədirsə, mənim marağım riyaziyyata daha çox artırdı. Yəni, elədikcə asandan başlayaraq çətinə getdim və onda öyrəndim ki, riyaziyyat elmlərin açarıdır. Ondan sonra başladım ancaq elə riyaziyyat kitablarını işləməyə. Bəli, beləcə rəqəmlərə yazılan uğur hekayəsinin qalibinə çevrilir balaca məktəbli. Bu iddiası onun ümidlərini 3-cü sinifdə daha aydın doğruldur. Son 3 ay ərzində qatıldığı beynəlxalq və yerli olimpiyadalardan 5 qızıl, 2 gümüş və 2-si bürünc olmaqla 9 medal qazanan Ümmü Gülsümün uğurları onun elmi potensialının gələcəyindən xəbər verir. Ümmü Gülsüm beynəlxalq Maxwell riyaziyyat olimpiyadasında qızıl medal əldə edərək Amerika Birləşmiş Ştatlarının Los Angeles şəhərində keçiriləcək final mərhələsinə də vəsiqə qazanıb. Qarşıda mən Sasmo riyaziyyat olimpiyadasına gedəcəm, bir də Kenguru riyaziyyat olimpiyadasına gedəcəm, ayın 12-si olacaq. Sasmo ayın 4-üdür. Sasmo riyaziyyat olimpiyadasında qızıl medal qazananları Singapura aparırlar. Yəni istəyirəm ki, mən də Singapurda olum. Anası Vəfa xanım qədər onun ev təhsili ilə dərin məsuliyyətlə çalışan müəllimləri də Ümmü Gülsümün qısa müddətdə əldə etdiyi bu uğurları ilə fəxr eləyir və gələcəyinə böyük ümidlər bəsləyirlər. Ümmü Gülsümün qarşıda yenə də olimpiyadaları var. 6 olimpiyadaya yazdırmışam, yenə qeydiyyatdan keçirmişəm. Beynəlxalq olimpiyadadır. Ümidvaram ki, Ümmü Gülsüm o 6 olimpiyadadan da yüksək nəticə ilə qızıl medalı götürəcək. Mən övladımdan fəxr edirəm, qürur duyuram. Bütün fənlərə marağı var, amma riyaziyyatda məntiqə bunda mən kəşf elədim ki, marağı daha çoxdur. Yəni ki, öz üzərində işləyir. Hər dəfə yeniliklərlə, hər gün mən gələndə görürəm ki, yeni üzərində işləyib. Nələrisə, nəyinsə yolunu tapıb, həlli yolunu tapıb və onu mənlə paylaşmağa çalışır ki, müəllim, bax, bunun mən həllini tapmışam. Biz onun fəaliyyətinin və bu istiqamətdə daha ciddi addımlar atmağa başlamışıq və inanırıq ki, növbəti mərhələlərdə, növbəti olimpiyadalarda daha yüksək nəticə qazanacaq və bu nəticə etibarilə həm Azərbaycanın beynəlxalq arenada təmsil olunmasına, həm də məktəbimizin adının hər zaman yüksək tutulmasına gətirib çıxaracaq. 10 yaşlı məktəblinin gündəmə çevrilən bu parlaq qələbələri bir daha təsdiq eləyir ki, əsas olan məqsəd, inam və zəhmətdir. Ümmü Gülsüm isə bu 3 amili birləşdirərək artıq beynəlxalq arenaya doğru inamla irəliləyir.